Hər kəsə salam. Bugün bayram süfrələrini bəzəyəcək. Görünüşü tortu xatırladın, amma əslində çox ləzzətli salat hazırlayıram. Hazırlamaq isə düşündüyünüzdən asandır. İlk olaraq sosu hazırlayıram. Qaba krem pendir, mayonez, bir çimdik duz və qaşığın ucunda istiot əlavə edib topak qalmayana qədər qarışdırıram. Və kənara qoyuram. Sonra xiyarı doğrayıb suyunu çəkməsi üçün salfetkanın üzərinə tökürəm. Üzərinə də salfetka qoyuram ki, artıq nəmi çəksin və salat su salmasın. Toyuğun but ətini xırda doğrayıram. Sinə əti quru olduğu üçün mən but ətindən istifadə edirəm. Amma siz istəsəniz sinə əti də istifadə edə bilərsiniz. Əvvəlcədən qaynatdığım kartofu, kökü və yumurtanı rəndələyirəm. Beləliklə bütün ərzaqlar hazırdır. Salatı yığmağa başlaya bilərəm. Qəlibi qaba yerləşdirirəm. Sos isə sıxma torbasına tökürəm. Əvvəlcə alt qata lavaş qoyuram. Üzərinə hazırladığım sosdan sıxıram və üzərinə yenidən lavaş qoyuram. Ardınca üzərinə toyuq əti səpirəm. Bir çimdik duz əlavə edib sosdan sıxıram. Yenidən lavaş qoyuram. Üzərinə rəndələnmiş kök əlavə edirəm. Bir çimdik duz və sosla tamamlayıram. Növbəti qat kartofdur. Lavaşın üzərinə yayıb duzlayıram və sos sıxıram. Ardınca xiyar gəlir. Onu da eyni qaydada əlavə edib üzərinə sos sıxıram. Layları bu ardıcıllıqla davam etdirirəm. Kartof, duz, sos, yumurta, duz, sos, toyuq, duz, sos. Son olaraq lavaş və sos. Hər tərəfini yaxşıca hamarlayıram. Üzərini streçləyib soyuducuya qoyuram. Laylar bir-birinə yaxşı yapışsın və formasını saxlasın. Mən soyuducuda gecədən saxladım. Əgər vaxtınız yoxdursa 2-3 saatda kifayət edəcək. Servis etməmişdən əvvəl üzərinə nar səpirəm. Təkcə dadı ilə deyil, görünüşü ilə də süfrəyə xüsusi gözəllik qatacaq. Nəticədə yumuşaq, göz oxşayan salat hazırdır. Hazırlayan hər kəsə nuş olsun. Videonu bəyəndinizsə like edib dostlarınızla paylaşmağı unutmayın. Hələlik!